Əgər dövlətin pulu yoxdursa, uşaq pulu verməyə. Bəs necə olur ki, regionda bizdə ərazi baxımından və əhali baxımından demək olar ki, 3 dəfə balaca olan Gürcüstan uşaq pulu verir. Gürcüstanın nefti yox, qazı yox, təbii sərvətləri bizdən də qat-qat az. Vergilər də Gürcüstanda hətta bizdən daha az. Yəni Gürcüstan vergiləri də, rüsumları da bizdən az toplayır və təbii sərvətləri də yoxdur. Yaxşı, necə olur ki, Gürcüstan uşaq pulu verə bilir, bəs biz Azərbaycan bu uşaq pulunu verə bilmirik. Eyni zamanda, yaxşı, əgər dövlətin pulu yoxdursa, necə olur ki, hansı nazir həbs olunursa, hansı icra başçısı həbs olunursa, hansı prezident administrasiyanın nümayəndəsi həbs olunursa, bunu biz Ramiz Mehdiyev olayında gördük. Ondan qabaq Səlim Müslümov da, Əli İnsanov da, Səhiyyə Naziri və Sosial Müdafiə Nazirlərinin həbsində, istər icra hakimiyyətlərinin həbsində, istər deputatların milyonlarla, hətta 10-100 milyonlarla əmlakları, torpaqları, pulları, maşın kolleksiyaları üzə çıxır. Yaxşı, Fərhad bəy buyursun, bunu izah eləsin ki, bəs necə ola bilər ki, dövlətin pulu yoxdur, amma bu məmurlar o pulu tapırlar. Demək ki, dövlətin pulu var. Sadəcə həmin o pullar, dövlət büdcəsi düzgün formada bölüşdürülmür, düzgün formada xərclənmir və düzgün formada da bu xərclərə nəzarət edilmir. Heç nəyə artırmağa ehtiyac yoxdur. Nə vergiləri artırmağa ehtiyac yoxdur, nə dövlətin hansısa bir başqa dövlətdən borc götürməsinə ehtiyac yoxdur, nə də ki, ehtiyat fondumuza müraciət edərək oradakı pullardan xərcləməyə ehtiyac yoxdur. Sadəcə düzgün və şəffaf, ədalətli idarə etmə sistemi Azərbaycanda olarsa, uşaq pulu verməyə də pul da tapılacaq. Nəinki uşaq pulu verməyə? Müxtəlif növ sosial yardımların verilməsinə, müxtəlif növ insanların həyat səviyyəsinin artırılmasına xidmət edəcək layihələrin həyata keçirilməsinə imkanlar yaranacaq.